xanımın baxış bucağı düşünürəm ki, bəydən fərqlənir. Bəyin də baxış bucağı xanımdan fərqlənir. Ona görə də sizin də fikriniz bununla bağlı bizim üçün önəmlidir. Buyurun. Mən də həmkarımın sözünə qüvvət düşünürəm ki, yazıçının erkəyi dişisi olmaz. Ona görə də biz yəni müasir dövrdə bir çox sənətlərdə olduğu kimi, sahələrdə olduğu kimi artıq ədəbiyyatda da qadın-kişi bölmürük. Əlbəttə, tarixə nəzər salsaq bir çox qadın yazıçılar olub ki, qınaqdan qorxublar, cəmaat nə deyərdən qorxublar, kişi elə buna görə deyilir də qadın yazıçılar, xanım. Bu bir bölgü deyil əslində. Bir bölgü, belə bir bölgəyə ehtiyac yoxdur və mən düşünürəm ki, əslində yazıçının gücü oradadır ki, onun obrazlarını oxuyanda, onun kitabını oxuyanda müəllifin cinsiyyəti bəlli olmasını oxuyucuya təyin edə bilməsin. Məsələn, Anna Kareninanı oxuyanda, mən onu uşaq yaşlarımda oxumuşdum. Bəli, müəllifi bilirdim artıq ki, bu Tolstoyun əsərdir. Amma bilməsəydim, düşünərdim ki, bunu bəlkə də bir qadın yazıb. Çünki o qədər qadın ruhunun incəlikləri, təlatümləri orada öz əksini tapıb ki, yəni mən yenə də bu məsələdə də düşünürəm ki, qadın həssaslığı və s. bu insan təbiətindən asılıdır. Yəni bunun qadın və kişi olmaqla o qədər də düşünürəm ki, əlaqəsi yoxdur. İstər uşaq ədəbiyyatında, istər böyük ədəbiyyatında həm kişi, həm qadın yazıçılarımız. Dünya ədəbiyyatından bir nümunə gətirdiniz də. Dediniz ki, o əsəri müəllifini bilməsəydim, bəlkə də düşünərdim ki, bir xanım yazıb. Elə dünya ədəbiyyatı, bizim ədəbiyyat, ümumi nəzər salsaq, əgər xanım yazıçılar olmasaydı, nə itirərdi dünya ədəbiyyatı? Bir çox əsərləri itirərdik. Amma eyni şey əlbəttə kişi yazıçılara da aiddir. Ona görə biz daha çox yəni cinsiyyətə görə yazıçıları bölməyin ümumiyyətlə düzgün olmadığını düşünürəm və xüsusilə qadın yazıçı olaraq müasir dövrdə bir problem yaşamıram yazıçı olaraq. Hansısa oxucuların tələbatlarını qarşılamaq baxımından, müasir dövrün tələbatlarından ayaqlaşmaq baxımından biz hansısa problemlərlə rastlaşırıq. Çünki oxucular bugün daha asan qavranılan vizual kontentlərə daha çox meyillidirlər, kinolara meyillidirlər, filmlərə və s. Nəinki oxumağa. Yəni, oxucular artıq yazıçını, bu qadın yazıçıdır, daha bəlkə həddən artıq çox emosional yanaşır. Mən bunu oxumuyum, yanaşması ilə mən qarşılaşmıram. Neytrallığı qoruyub saxlamağı bacarmalıdır yazar, əgər bunu öhdəsinə götürübsə. Metanoniyada necə? Bir sevgi ötürülə bilibmi? Metanoia mənim yaradıcılığımda deyə bilərəm ki, çevrilişdir. Çünki bundan öncəki kitablarım daha çox yeniyetmələrə ünvanlanmışdı. Uşaq və yeni, bəli, Qaya, Şuşalı süper qəhrəman Qaya kitabı. Metanoia isə birbaşa artıq böyüklər üçün yazılmış psixoloji trillerdir və bir qədər hətta uşaq oxucularım məndən onu oxuyaqmı deyə soruşanda deyirəm, oxumayın. O sizin üçün deyil, o valideynləriniz üçündür. Çünki bu... İndi görən uşaqlar alıb oxuyacaqlar, əgər izləyən varsa. Burada əsas mövzu məişət zorakılığıdır və cəmiyyətə, ümumiyyətlə dünyaya verilmək istəyən mesaj odur ki, aktual mövzudur və qadının və burada kitabın əsas özəlliklərindən biri iki müxtəlif sonluq var. Bir növ oxucu öz taleyini, insan öz taleyini özü müəyyən eləməlidir mesajını mən verməyə çalışıram. Seçim özündədir, bəli. Daxilində uzun müddət həbs olunmuş hisslərin üsyanından meydana çıxan bir obrazdır, fərəh obrazı. Yəni, onu zəif yoxsa güclü deyə özüm də hələ ki bilmirəm, zəif obrazdır yoxsa güclü obrazdır. Çünki ciddi psixoloji şiddətə, məişət zorakılığına məruz qalmış bir obrazdır. Amma nəticədə o bir mübarizəyə başlayır və onun mübarizəsi doğrudan da keşməkeşlidir, çətindir və psixoloji müəyyən bariyerlərdən keçməlidir ki, o özünü tapa bilsin. İlk öncə özünü tapa bilsin, sonra da xilas olmaq istəyib istəmədiyinə qərar verə bilsin. Hansı zərurətdən yarandı metanoia? Bu cəmiyyətimizdə baş verənlərmi? Kimi müşahidə elədiniz? Nəyi müşahidə elədiniz ki, onu əsərə çevirdiniz? Prototipləriniz varmı əsərdə? Bəli, əlbəttə, bütün obrazlar düşünürəm ki, yazıçının müşahidəsinin məhsuludur. Öncəki obrazların külək fantastik bir cəmiyyətdə yaşasa belə, yenə də müşahidə elədiyim yeniyetmələrin müəyyən maraqları, obrazları əsasında müəyyən prototiplər yaratmışdım. Fərəh obrazı da cəmiyyətimizdə və ümumiyyətlə dünyada hər zaman təəssüf ki, hələ də məişət zorakılığı mövzusu aktualdır və bu dünyanın problemidir, qlobal problemdir və ona görə də eşitdiyim, oxuduğum hekayələr və gördüyüm hadisələr nəticəsində, bəli, şəxsi müşahidələr və
gördüyümüz bir çox hadisələrin təsirində mən Fərah obrazını yaratdım ki, o ümumiləşmiş bir obrazdır ki, dünyadakı bütün bu şiddətə qarşı mübarizə aparır və özünü axtarır və özünü qadının bir şəxsiyyətin formalaşması üçün onun ilk öncə öz daxili mənini kəşf eləməyi vacibdir ki, daha sonra o cəmiyyətdə yerini də tapa bilsin. Hülya vurğuladı ki, uşaqlar üçün, yeniyetmələr üçün yazırdı. İndi isə böyüklər üçün bir başqa mövzulara müraciət edir. Uşaqları cəlb etmək çətin oldu, yoxsa artıq ədəbiyyata vərdiş etmiş insanlara müraciət eləmək, xitab eləmək daha asandır? Çünki böyüklərin bir ədəbiyyat oxumaq kimi vərdişi var axı. Mən paralel olaraq yeniyetmələrlə bağlı yaradıcılığıma davam edirəm. Külək seriyasının 3-cü kitabının üzərində işləyirəm. Amma mən bu yaş məsələsinə qayıtmaq istəyərdim. Mən düşünürəm ki, öz yaradıcılıq məsələsindən o yaşın müəyyən qədər fərqi var. Mən Metanoyanı 20 yaşında yaza bilməzdim. 20 yaşında yazdığım, çünki kitabın emosional tərəfi, yazıcının təcrübəsindən, həyat təcrübəsindən qaynaqlanan tərəfi ilə yanaşı intellektual bir tərəfi də var. Yaşla gələn kamillik deyək. Kamilliklə yanaşı bilik də var, bəli. Və mən hansısa məsələdə daha çox məlumatlı olmalıyam ki, bunu yaza bilim. Bu da əlbəttə bir qədər yaşla bağlıdır. Və mən psixoloji triller janrını həmişə yazmaq istəyirdim və bu özümü indi hazır hiss elədim. Ona görə bu janra indi müraciət elədim. Amma bu o demək deyil ki, digər yeniyetmələr üçün olan yaradıcılığımı kənara qoymuşam. Hələ orada dayanır və davam edir. O da davam edir. Bəli, davam edir. Bu çox xoşdur. O uşağı qoruyan adamlar yəqin ki, uşaqlar üçün yaza bilərlər. Başqa cür mümkün olmaz. Yazan qadın təhlükəlidir, yoxsa susan qadın təhlükəlidir? Və ya danışan qadın. Danışan onsuz da hər şey danışır deyir. Sizin fikriniz maraqlıdır, Hülya. Yazan qadın təhlükəlidir, yoxsa susan qadın? Və ya danışan. Susan insan daha təhlükəlidir. İnsan, yenə də mən cinsiyyət ayırmaq istəmirəm. Susan insan daha təhlükəlidir ilk öncə özünə qarşı. Çünki öz daxilində boğduğu bir hisslər var və nələrsə var. Çünki o özünü ifadə eləməkdən qaçır deməkdir. Yazan artıq öz daxili aləmini, yazıçılar təhlükəli deyil. Çünki bizim nəyimiz varsa əsərlərimizdədir. Oxucu da və hər kəs artıq bizi müəyyən qədər tanıya bilir yazdıqlarımız əsasında. Bu bizim özünü ifadə vasitəmizdir. Məsələn, ona görə də sizdən kitablar istəyən tamaşaçılar var. Yazıblar, salamlayırlar ayrı-ayrılıqda və kitablarınızı da arzuluyurlar. Yeri gəlmişkən növbəti günlərdə elə hər iki yazarımızın kitablarını biz efirdə hədiyyə eləyəcəyik tamaşaçılarımıza. Özlərinin imzası ilə.